Bir insanın vegetarian və yaxud da vegan olması dindən çıxmaqdırmı? Ümumiyyətlə, belə bir məsələdə bilmək lazımdır ki, ümumiyyətlə, vegetarianlıq və veganlıqla əlaqəli məsələ nədir? Bəziləri bunu dindən çıxmaq kimi qələmə verir. Bəziləri də dində bildirilən Qurban bayramına zidd olduğunu iddia eləyir. Hətta kafirliklə ittiham eləyənlər olur. Sonra bu cür yaşayışın uzaq şərq dinlərinin nəticəsi olduğunu deyirlər. Xüsusən bilirsiniz ki, Hinduizmin, Buddizmin, daha çox da qərbdə getdikcə populyarlaşan Buddizmin bir qolu olan Zen Buddizm məzhəbinin bir nəticəsi kimi təqdim eləyirlər. Lakin vegetarian və yaxud da vegan olan insanlar, daha doğrusu bu həyat tərzini seçən insanlar bunu hansısa dinlə əlaqələndirmirlər. Bunu həyat tərzi, yaşayış forması, yəni özlərinin seçimi olaraq qəbul edirlər. Canlıların bərabərliyini əsas alırlar. Həyata, canlılar aləminə hörmət elədiyini qeyd edirlər. Heyvan haqlarını müdafiə edirlər. Sonra ekologiyanın qorunmalı olduğunu yaşayışları ilə göstərməyə çalışırlar. Bunu həm də daha sağlam, gümrah yaşamaq üçün olduğunu qəbul edirlər. Yəni, mənim də yaxın tanıdığım dostlarımdan var. Məsələn, vegetarian deyil, hətta vegan olan insanlar var. Yəni, onların bu seçiminə ancaq hörmətlə yanaşmaq lazımdır. Çünki onlar bunu eləməklə dinin hansısa bir atributuna, dinin hansısa bir əmrinə, buyruğuna qarşı gəlmirlər. Sadəcə olaraq onlar bu cürə həyat tərzini yaşayırlar və mən bilirəm ki, həqiqətən bu nə qədər çətin, nə qədər iradə tələb eləyən bir məsələdir. Ona görə də həmin insanlara da hörmətlə yanaşıram. Yəni, bu insanların özlərinin qida rasionuna yanaşmalarına da baxdığımız zaman görürük ki, bəli, onlar konkret olaraq nəyin, hansı formada qəbul edildiyini bilir, aldıqları məhsulun tərkibini və yaxud da xüsusiyyətlərini öyrənir, buna görə addım atırlar və ona görə də onlar canlıların bərabər hüquqluluq anlayışını əsas götürürlər. Ona görə də dostlar, bu vegan məsələsi və yaxud da vegetarian məsələsi heç bir halda hansısa dini alçaltmaq, hansısa bir dini hökmü aradan qaldırmaq məsələsi deyil, tamamilə bir həyat tərzidir. Bunu bu cürə qəbul eləməli, bu cürə ətrafımızdakı olan insanlar olarsa da hörmətlə yanaşmalı və bir daha qeyd eləyirəm, mən də cəhd elədim belə bir anlayışa, ancaq bu həqiqətən çox çətin bir məsələdir. Çünki insanlar uzun illər, uzun 10 illər öyrəşdikləri həyat tərzlərini, qida rasionunu dəyişmək heç də asan deyil.